Salamlayıram hər birinizi. Bildiyiniz üzrə dil öyrənmək həmçinin psixoloji bir prosesdir və bu prosesdə yaranan psixoloji sədlər və onları necə aşmaq haqqında gəlin bərabər danışaq. Bildiyimiz üzrə dil öyrənmək bəzən çox çətin və zaman alıcı bir prosesdir və bu yolda qarşılaşdığımız psixoloji sədlər bizim bu dili öyrənməmizdə olan inkişafa mane olur. Hər hansı bir dili sürətli və effektiv formada öyrənmək üçün həmin psixoloji sədləri necə aşmaq olar, gəlin bərabər baxaq. İlkin olaraq qorxu və inamsızlıq. Dil öyrənən insanlarda müəyyən bir qorxu olur. Bu qorxu səhv etmə qorxusudur. Çox insanlar səhv etməkdən və bəzən də gülünc duruma düşməkdən qorxurlar. Amma unutmayaq ki, səhvlər öyrənmənin bir hissəsidir və uşaqlar belə bir şey öyrəndikləri zaman səhv edə-edə öyrənirlər. Unutmayaq, dil öyrənmək bir macəradır və hər bir səhv bizi irəlilədir. İkinci, motivasiyanın dağılması. Dil öyrənmək başlanğıcda çox motivasiya ilə başlayan bir proses olub, sonradan daha yavaşlaya bilir. Bir də başlanğıcda müəyyən çətinliklər olanda bu təbii bir haldır. Bunun həlli isə sevdiyiniz hər hansı bir musiqi dinləmək və yaxud sevdiyiniz filmlər izləmək və oradan öyrəndiyiniz yeni sözləri gündəlik həyatınızda olan cümlələrdə istifadə etməkdir. Unutmayaq ki, dil öyrənmək sadəcə bir öhdəlik deyil, biz bunu hobi formasına da gətirib çıxarda bilərik. Daha sonra üçüncü, dil bloku, danışıq qorxusu. Bir çox insan yeni öyrəndiyi bir dildə danışmaqdan qorxur və onda bu dil bloklarının yaranmasına gətirib çıxardır. Bunun öhdəsindən gəlmək üçün gündəlik kiçik cümlələr qurmaq və yeni öyrəndiyin sözlərdən istifadə etmək lazımdır. Lazım gələrsə güzgü qarşısına keçin və yeni öyrəndiyiniz sözlərdən istifadə etməyə başlayın. Yeni öyrəndiyiniz dildə özünüzü ifadə etməyə çalışmaq ən mühüm addımlardan biridir. Daha sonra yetərsiz zaman və səbir. Bəzən insanlar vaxtım yoxdur, zamanım yoxdur kimi bəhanələrə sığınırlar. Əslində isə bildiyimiz üzrə vaxt prioritet məsələsidir. Yəni insanlar digər fəaliyyətlərə daha çox vaxt ayırıb dil öyrənməyə daha az zaman ayıra bilirlər. Sadəcə gündəlik 10-15 dəqiqə vaxt ayırmaqla biz istədiyimiz yeni bir dili mükəmməl şəkildə öyrənə bilərik. Burada əsas olan vaxtımızı səmərəli və nizamlı şəkildə bölməkdir. Sonuncu isə öyrəndiyini tez unutmaqdır. Yeni məlumatların qavranılması bəzən çox asan olsa da, onları unutmaq daha rahat olur. Beynimiz daha çox faydalı olan və təkrarlanan məlumatları daha yaxşı yadda saxlayır. Çalışmaq lazımdır ki, bizə maraqlı olan məlumatları öyrənək. Maraqlı olan və anlaşılıqlı olan məlumatlar daha yaxşı yadımızda qalacaq. Bugünlük bu qədər. Bəs siz dil öyrənərkən hansı psixoloji çətinliklərlə qarşılaşmısınız və bunları necə dəf etmisiniz? Mənimlə bölüşməyi unutmayın.